Gəlin işarə dilində tanış olaq. Bunun üçün ilk olaraq nə edəcəyik? Salam verəcəyik və öz adımızı deyəcəyik. İndi bu videoda mən sadəcə öz adımı deyəcəm. Amma növbəti videolarda sizlə hərf dərsləri keçəcəyim üçün siz də rahatlıqla öz adınızı işarə dilində göstərə biləcəksiniz. Bilmək olmaz, bəlkə də bizi izləyənlərin içində öz adında da bu hərflər olan izləyicilərimiz ola bilər. Başlayaq. Salam, salam. Mənim adım. Ad hərəkətində ilk olaraq əl fərqi yoxdur. Bir əlimizdə əl işarəsini tuturuq, digər əlimizdə işarə barmağını onun üstünə gətiririk. Adım. İndi Nuranədir. Bu sözdə dırdır, durdur şəkilçisinə ehtiyac yoxdur. Sadəcə olaraq öz adımı göstərəcəm. Amma işarə dilində hərflərlə göstərəcəm. N, U, R, A, N, Ə. Salam, mənim adım Nuranə.